Selamünaleyküm, modelimiz Sonata, Hyundai Sonata 2.4 motor. İnşallah motor yığılacaq. Motorun detalları hamısı bir-bir tərtəmiz yuyulub. Porşenlər dəyişəcək, şatınlar dəyişəcək, valı dəyişəcək, işlənmiş valdır, standart val almış ölüxanadan. Ona görə ki, bunun öz yağ nasosu sıradan çıxıb. Baxın, bu fırlanmalıdır, val fırlanmır. Bu fırlanmadı, tutub nasos, yağı verməyib. Kanunvalı sıradan çıxardıb, 4 dənə şatını sıradan çıxardıb. İnşallah biz çox vaxt müştərinin bu nasosu almağa imkanı çatmır. Hardasa bunun qiyməti bazarda 1000-1200 arası oynayır. İstəyinlə 2 motorun yağ nasosunu qoyacağıq. Yəni bunu da qoymaq mümkündür. Heç bir at gücündə də fərq eləmir. Sadəcə 3000 abrotda, 4000 abrotda yerində ancaq. Qaz verəndə paduşka əsməsi verə bilir və salam, başqa heç nə. Bu da ancaq yerində, yəni gedəndə heç bir fərq eləmir, heç bir diskomfort yaratmır. Əsasən yerində əsmə verir. Yenə deyirəm, 3000 abrotdan yuxarı qalxanda. Detallar hamısı aydınlan alınıb. Nasos dəyişəndə mütləq ki, bu katerdə öz katerini qoymaq lazım, 2-nin katerini. Çünki bunun öz kateri böyük olur. Bu nasosa uyğundur, 30-vurmuşam. Amma bunun əvəzinə onu qoysa, o nasosu qoysa, yağ tutumu çox olacaq, hardasa 6,5-7-yə yaxın. Amma bunun öz qaydası 4-4,5 verəcək. Qalovkası da yığılıb, hazır. İnşallah xeyirli olsun. Selamünaleyküm. Yığıldığı tərtəmizlədiyimiz motordur. İnşallah yığırıq. Valı bağladıq. Valla rahat belə fırlanmalıdır. Biz bağlayanda çəkiş eləmədik. Həm vaxt yoxdur çəkiş eləməyə. Həm də daha vaxtımızı itirmək istəmədik çəkiş eləməyə. Yəni əsas nəticədə İnşallah bir-bir yığdıqca çəkib qoyacaq. Bax, belə porşunlar da belində. Dəyişildi. Motor da rahatla fırlanmalıdır. Bax, Hyundai Sonata 2.4 motordur. Yığılır. 2.4'dür. Nasosu da ki, 2 qoymuşuq. 2 motor nasosudur. Problemsiz də işləyir. Garanti də verilir. Kim deyir ki, problemdir, qətiyyən bir şey yoxdur. O yığ adamda problem var. Öz qaydasında yığma qaydası var. Həll olunur. Qoyulur. Tərtəmiz detallar baxın. Tərtəmiz. Yolu, qalovkadır bu. Hamısı. Tərtəmiz olur. İnşallah yığıb təhvil verəcək.